Bina evində həyət evi istəyirsinizsə, ekrana yaxın oturun, sizə şəhərin mərkəz hissələrinin birində gözəl bir dənə mənzil təqdim edirəm. Buranı izah eləməyə ehtiyac yoxdur. Görürsünüz, yaşıl bir sahə, uca ağaclar. Ərazi Yasamalın gözəl hissələrindən biri statistika dairəsinin yaxınlığı. Alman layihəsi, Rus kilsəsinin arxasında qalxırsınız, ev deyil, yəni elə bir bağ evi alırsınız. Həqiqətən belə bir təklif yoxdur. Bu xüsusi bir özəl təklifdir. Bura artırma olduğu üçün tavan hündürlüyü aşağıdır. İstəyən artıra bilər. Burada deməli tavan hündürlüyünə baxırıq. 4.20 tavan hündürlüyü mövcuddur. 90 kvadrat evin sahəsidir. Belə bir sotda həyəti var. 5 mərtəbəli Alman layihəsinin yerləşir 1-ci mərtəbəsinə. Yelçəkən proyekt həm ön hissədən, həm arxa hissədən mənzilə daxil ola bilərsiniz. Geniş bir sanuzel hissəsi. Yəni sanuzel özü də çox böyük, uzunsov bir otaq kimi. 5-in biri, bir sotda torpağı var həyət evi kimi. Qiymət rəy yazan müştərilərə göndəriləcək xüsusi bir təklifdə həqiqətən. Buranı alıb kirayə də verə bilərsiniz, obyekt eləyə bilərsiniz. Tavan hündürlüyünü görürsünüz, idealdır. 90 kvadrat harda yerləşir? Rus kilsəsinin arxasında. Statistika dairəsində. Alman layihəsi 90 kvadrat Dövlət Statistika Komitəsinin yaxınlığında. Qiymət rəy yazan müştərilərə göndəriləcək ideal bir seçimdə həqiqətən. Burada da qeyd edim şkaflar var. Əşyalar da demək olar qalacaq. Qiymət rəy yazan müştərilərə göndərəcək. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.